Bəzən ola bilər ki, bir müalicə, məsələn, standart kimyoterapiya verə biləcəyimiz xəstəyə yanaşı olaraq hədəfə yönəlik müalicə tətbiq edərik. Bu zaman bunları kombinasiya edəndə ala biləcəyimiz faydalılıq əmsalı yüksəlir. Faiz olaraq daha çox qatqımız olur deyə kombinasiya edə bilirik. Yalnız bu halda, yəni müalicənin doğruluğundan söhbət gedə bilər, yoxsa ki, dostuma, məsələn, Amerikadan $10.000 dərman gətirdilər və o sağaldı. Ondan mənə də edək, bu çox yanlış cümlədir, təəssüf ki, və insanlar bəzən belə düşünür, yanlış bir mesajlar olur ki, xərçəngin müalicəsi yalnız bahalı dərmanlarla mümkündür. Yox, bu da yanlış bir düşüncədir. Çünki xərçəng növləri çox fərqlidir. Çox-çox fərqli alt qruplar var və hər qrupa uyğun dərman seçənəyi və müalicəsi var. Təəssüf ki, bəzi hallarda daha çətin əldə edilən preparatlara da ehtiyac olur. Sosial mediaya və yaxud mediaya bunlar çıxır və insanlarda belə bir algı formalaşdırılır ki, olur, mənə xəstə gəlib müayinəyə, deyirəm, daha öncə niyə gəlməmisiz? Deyir, zaten dedilər bahalı müalicədir, mənim buna imkanım olmazdı ki. Halbuki o xanımda heç o qədər də məsrəfli bir yol deyil və bugün çox şükür icbari tibbi sığortanın tətbiqi bir sıra hallarda imkan verir ki, ən azından diaqnostika mərhələsində o insanlara kömək edə bilək. Ona görə də yenə də dönüb həmin mövzuya qayıdıram ki, öz bədənimizi tanıyaq, öz orqanizmimizdə baş verə bilən dəyişiklikləri biz incələyək. Ayda 2 dəfə 10 dəqiqəmizi ayırıb öz bədənimizi dinləsək, çox böyük problemləri həll etmiş olarıq.